Səsi olan var, yaraşıqlı olan var. Əsl yaradıcı adam çox deyil. Maraqlı insandan maraqlı yanaşma olmalıdır. Dərdi susuram da. Yenə də o aqressiya var. Sadəcə o gizli formada olur. Nərmin yoruldu susmaqdan. Bu düşüncəm səhv. Artıq ehtiyac yoxdur ona. İlk öncə özünsə. Birinci özünü düşün. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Show biznesdə pozitivliyi, rəqsi və ən əsası ifaları ilə seçilən müğənni Nərmin Kərimbəyova Maqazin Plus kamerasını görər-görməz yenə öz ampluasında idi. Kərimbəyova deyir ki, səhnə adamı hər daim pozitiv olmalıdır. Çox pozitiv, çox enerjili Nərmin xanım. Xoş gördük sizi. Təşəkkür edirəm əzizim. Necəsiniz? Səhnə adamı necə olmalıdır bəs? Və doğrudan necə olmalıdır səhnə adamı? Yaradıcı olmalıdır, dayanmadan insanları şənləndirməlidir. Olmayanda belə baxıram mən özüm bir izləyicim səhnəyə kimi. Yatdım, qaldım yuxuya. Yəni məcbur, enerji olmasa da belə başqa bir modda gəlsə, amma bilirsən ki, səhnən var, artıq gəlir o sənə, gəlir nəsə. Çoxmu azdır o yaradıcı insanlar show biznesdə? Nərminin enerjisindən istifadə edib, biraz da onu əsl show biznesə qaytaraq. Yox, məncə o qədər də çox deyirlər. Başqa cür səsi olan var, yaraşıqlı olan var, hər cür adam var, amma əsl yaradıcı adam çox deyil. İndi də görək, yaradıcı insanlar azdır, yoxsa ümumiyyətlə yoxdur? Necə olmalıdır? Yaradıcılıq nədən ibarət sizə görə? Məncə yaradıcılıq nə deməkdir? O insandan bilinir zaten. İnsan yaradıcıdır. Sırf kommersiya yönümlü düşünmür, sırf mahnım satılsın, yeyilsin deyə düşünmür. Müğənni üzünü tutdu kameramıza və şou əhlinə əsl yaradıcılıq dərsi keçdi. Nəsə təsir edə bilim, təəccübləndirim, maraqlı bir şey yaradım deyə yaradıcılığa məşğul. Bax, yaradıcılıq budur. Maraqlı insandan maraqlı yanaşma olmalıdır. Düşünürəm ki, sizin bu açıqlamanızdan sonra bir çoxları artıq bax, biraz yüngülvari bir qızıq yaradacaq. Bunu hiss eləyirəm. Kərimbəyova deyir ki, bugünə kimi susurdum, artıq susmayacam. İllərdir susuram da. İlk əvvəl deyirdim nə düşünürəm. Sonra gördüm doğrudan da nə qədər aqressiya var. Sustum. Yenə də o aqressiya var. Sadəcə o gizli formada olur. Dediniz ki, əvvəl susurdum, bugün susmuram. Bəli. İndi susmamağınızın səbəbi nədir? Nə dəyişdi Nərmin xanım həyatında ki, artıq susmur? Yeri gələndə cavabını verir. Birincisi Nərmin yoruldu susmaqdan. Nə qədər olar susasan. Nə qədər olar. Düşündüm ki, bu səhvdir. Bu düşüncəm səhvdir. Xanım müğənni deyir ki, bundan sonra ancaq özünü düşünəcək. Əgər əvvəl susurdunsa, yola verirsən çox şey, artıq yox. Artıq ehtiyac yoxdur ona. Sənin canından gedir susduqca. Səndən gedir, enerjindən gedir. Enerji boşuna gedir onda. Yox, sən gələ yönəldəsən onu düzgün yerə, düzgün sərf edəsən, özünə yaxşı olsun. Çünki özünü prioritet tutmalısan, hər kəsə aiddir bu. İlk öncə özünsə. Bax, məsəl üçün, uçaqda nə olur? Qəza olduğu zaman deyirlər, elan verilir ki, ilk öncə o aparatı, nəfəs aparatını özünə taxırsan, sonra övladıva taxırsan. Halbuki övladından əziz heç kimin yoxdur. Düzdürmü? Birinci sən özünü qorumalısan ki, sonra onu qoruya biləsən. Bu artıq bir qaydadır. Eyni hər yerdə. Birinci özünü düşün, sonra ətrafdakılar. Səsi olan var, yaraşıqlı olan var. Əsl yaradıcı adam çox deyil. Maraqlı insandan maraqlı yanaşma olmalıdır. Dərdi susuram da. Yenə də o aqressiya var. Sadəcə o gizli formada olur. Nərmin yoruldu susmaqdan. Bu düşüncəm səhv. Artıq ehtiyac yoxdur ona. İlk öncə özünsə. Birinci özünü düşün. Show biznesdə pozitivliyi, rəqsi və ən əsası ifaları ilə seçilən müğənni Nərmin Kərimbəyova Maqazin Plus kamerasını görər-görməz yenə öz ampluasında idi. Kərimbəyova deyir ki, səhnə adamı hər daim pozitiv olmalıdır. Çox pozitiv, çox enerjili Nərmin xanım. Xoş gördük sizi. Təşəkkür edirəm əzizim. Necəsiniz? Səhnə adamı necə olmalıdır bəs? Və doğrudan necə olmalıdır səhnə adamı? Yaradıcı olmalıdır, dayanmadan insanları şənləndirməlidir. Olmayanda belə baxıram mən özüm bir izləyicim səhnəyə kimi. Yatdım, qaldım yuxuya. Yəni məcbur, enerji olmasa da belə başqa bir modda gəlsə, amma bilirsən ki, səhnən var, artıq gəlir o sənə, gəlir nəsə. Çoxmu azdır o yaradıcı insanlar show biznesdə?
Nərminin enerjisindən istifadə edib, biraz da onu əsl şou biznesə qaytaraq. Yox, məncə o qədər də çox deyirlər. Başqa cür səsi olan var, yaraşıqlı olan var, hər cür adam var, amma əsl yaradıcı adam çox deyil. İndi də görək, yaradıcı insanlar azdır, yoxsa ümumiyyətlə yoxdur? Necə olmalıdır? Yaradıcılıq nədən ibarətdir sizə görə? Məncə yaradıcılıq nə deməkdir? O insandan bilinir zaten. İnsan yaradıcıdır. Sırf kommersiya yönümlü düşünmür, sırf mahnım satılsın, yeyilsin deyə düşünmür. Müğənni üzünü tutdu kameramıza və şou əhlinə əsl yaradıcılıq dərsi keçdi. Nəsə təsir edə bilim, təəccübləndirim, maraqlı bir şey yaradım deyə yaradıcılıqla məşğul. Bax, yaradıcılıq budur. Maraqlı insandan maraqlı yanaşma olmalıdır. Düşünürəm ki, sizin bu açıqlamanızdan sonra bir çoxları artıq bax, biraz yüngülvari bir qızıq yaradacaq. Bunu hiss eləyirəm. Kərimbəyova deyir ki, bugünə kimi susurdum, artıq susmayacam. İllərdir susuram da. İlk əvvəl deyirdim nə düşünürəm. Sonra gördüm doğrudan da nə qədər aqressiya var. Sustum. Yenə də o aqressiya var. Sadəcə o gizli formada olur. Dediniz ki, əvvəl susurdum, bugün susmuram. Bəli. İndi susmamağınızın səbəbi nədir? Nə dəyişdi Nərmin xanım həyatında ki, artıq susmur? Yeri gələndə cavabını verir. Birincisi Nərmin yoruldu susmaqdan. Nə qədər olar susasan. Nə qədər olar. Düşündüm ki, bu səhvdir. Bu düşüncəm səhvdir. Xanım müğənni deyir ki, bundan sonra ancaq özünü düşünəcək. Əgər əvvəl susurdunsa, yola verirsən çox şey, artıq yox. Artıq ehtiyac yoxdur ona. Sənin canından gedir susduqca. Səndən gedir, enerjindən gedir. Enerji boşuna gedir onda. Yox, sən gələ yönəldəsən onu düzgün yerə, düzgün sərf edəsən, özünə yaxşı olsun. Çünki özünü prioritet tutmalısan. Hər kəsə aiddir bu. İlk öncə özünsə. Bax, məsəl üçün, uçaqda nə olur? Qəza olduğu zaman deyirlər, elan verilir ki, ilk öncə o aparatı, hava, nəfəs aparatını özünə taxırsan, sonra övladıva taxırsan. Halbuki övladından əziz heç kimin yoxdur. Düzdürmü? Birinci sən özünü qorumalısan ki, sonra onu qoruya biləsən. Bu artıq bir qaydadır. Eyni hər yerdə. Birinci özünü düşün, sonra ətrafdakılar.